Marneoli'də regional media 24 News.c xəbər portalının təşəbbüsü ilə müxtəlif sahələrdə çalışan Gürcüstanın Azərbaycanlı icmasının nümayəndələri olan uğurlu şəxslərin mükafatlandırılması mərasimi keçirildi. Təltif edilənlər xüsusi fəallıqlarına və öz sahəsində əldə etdikləri nailiyyətlərə görə 10 nominasiya üzrə adlandırıldı. Artıq bu il 3-cü ildir ki, biz Gürcüstanda yaşayan Azərbaycanlılar arasında fərqlənən, il ərzində fərqlənən mədəniyyət xadimləri, ictimaiyyət adamları, idman sahəsində, təhsil sahəsində olan bizim icma üzvlərini mükafatlandırırıq. Müxtəlif nominasiyalar təqdim olunur. Bu il də yenə bu ilin nominasiyaları təqdim olunacaq. Bayaq qeyd etdiyim kimi bunların arasında həm incəsənət adamları var, musiqiçilərimiz var, təhsil sahəsində, idman sahəsində olan insanlar var. Əsas məqsədimiz isə ondan ibarətdir ki, cəmiyyətimizdə həqiqətən bu sahələrdə olan insanlara stimul vermək, onları qiymətləndirmək və digər bu sahədə olan insanları da həvəsləndirmək ki, həqiqətən cəmiyyətimiz üçün daha da gözəl işlər görsünlər, xeyirli işlər görsünlər. Ən başlıca, yəni məqsədimiz bundan ibarətdir. İlin musiqiçisi nominasiyası Şaban Məmmədova, tar ifaçısı nominasiyası isə Ramin Pirməmmədova təqdim olundu. Bugün həqiqətən çox sevinçli gündür mənim üçün, çünki bir daha Gürcüstanda yaşayan Azərbaycanlıların, uğurlu Azərbaycanlıların dəyərini bütün cəmiyyətə bildirmək arzusundaydıq və bugün həqiqətən bu arzuyu çatdırmaq üçün çox böyük bir önəm daşıyır. Öz növbəmdə təşəkkürümü bildirirəm 24 News.c-yə və bütün təşkilatçı heyətinə. Müxtəlif nominasiyalar üzrə başqa peşəkar insanlara mükafatlar təqdim olundu və bu mükafata layiq görüldüyüm üçün mən də 24 News-a və Lider TV-yə çox dərin təşəkkürümü bildirirəm və bu mükafatı qazanmış hər bir insana da uğurlar və gələcək karyeralarında uğurlar arzu edirəm. 24 News.c xəbər portalının təşəbbüsü ilə Gürcüstanın Azərbaycanlı icmasının mükafatlandırılması artıq 3-cü ildir ki, keçirilir.